Salam hamıya, hamını salamlayıram, izləyiciləri, dostları, yaxınları, yaxından uzaqdan gələnləri. Deməli, bu son günlərdən dünən belə bir hadisə baş verib Heydər Əliyev prospektində. Bir Əli Həsənovun nəvəsi var, Nail adında, məmur övladı deyirlər də belələrinə. Maşını sürürmüş, deməli, Qallenvageni sürürmüş Heydər Əliyev prospektində, Bakıda. Yaxşı edirmiş, sürürmüş, zor da edir. Bu cəmaət bəzi, yəni sakinlər, vətəndaşlar gecənin o vaxtı çıxıblar bu maşının qabağına, vurublar bu maşını, oxşub. Bax, soruşmaq ayıb olmasın. Bax, gecənin o vaxtı Heydər Əliyev prospektində nə gəzirsən sən, ay vətəndaş? Bax, nə işin var? Get Zərif Əliyevada gəz, get Bülbül prospektində gəz, nə bilim, Targovda gəz, 20 yanvarda gəz. Sənin nə işin var Heydər Əliyev prospektində ki, gəlib maşına dəyəsən, yəni. Nə bilim, alternativ yollardan istifadə eləmək lazım idi, ona görə də ölüblər. Öləndən sonra da səs-küy salırlar ki, bəs belə, niyə məsələn vurublar, məmur övladları qudurubdur, bunlar heç kimin sözünə baxmırlar, prezidenti hərrəmirlər filan beşməkan. Amma mən bununla heç razı deyiləm, məmur övladları həmişə öz yolları ilə yaxşı sürətdə gediblər və onların haqları var, çünki bu bizim qanunvericiliklə də sübut olunub ki, bəs məmur övladları istənilən sürətlə getməlidirlər, onlara heç kim də bir şey deyənməz. Hətta 3 dəfə İlham Əliyev nəsə onlarla bağlı hədər deyib, ya hansısa çıxışlar edibdir, qoz qoyan yoxdur ona da. Belə yəni, gedib çıxırlar gecə vaxtı, məsələn, saat 3-də, 4-də, hələ onlardan ikisi türk vətəndaşıdır. Məsələn, türk vətəndaşı nə gəzir Heydər Əliyev prospektində? Özü gecə saat 3-də, 12-də zadda, məsələn, günüz 1-də, zadda günorta vaxtı olsa, deyərəm ki, hə, yəni indi gedir aktiv istirahətlə məşğuldur, ya passiv istirahətlə. Bax, gecə vaxtı orada nə axtarırdı? Ona görə də zor ediblər. Qəşəng mən dəstəkləyirəm hamısını. Məmur övladları həmişə belə sürməlidirlər. Hələ mən onlara tövsiyə edirəm ki, Qallenvagenlər görürlər ki, qəzaya uğrayır, məsələn, maşınlar əzilir. Məncə, samalyotla getməlidirlər onlar. Trasda da samalyot sürsünlər. Yəni, təklifim budur. Yəni, başqa nə fikirləriniz varsa, kommentlərə yazın. Məsələn, sual verə bilərsiniz, o haqda mən şərh verə bilərəm. Aha, sual verən yoxdur. Biri yazıb ki, bir izləyicimiz yazıb ki, məndə olan məlumata görə maşını sürən elə Əli kişinin nəvəsi olub. Yəni, dəqiqləşdirmək lazımdır ki, Əli kişi kimdir? Əli kişi adında adam tanımıram. Belə yəni, məncə artıq bir şey ehtiyac yoxdur. Əli Həsənovun nəvəsi. Aha. Ola bilər. Nəsə, sağ olun, salamat qalın. Mazqı bizi çox da şey eləndi.